oyaq qala bilmirsən? Bizon Ice Coffee ilə yuxusuzluğu alt-üst et. Əsrlərdir öz sirrini qoruyan sonsuz dərinlik təbiətin digər möcüzəsi ilə birləşir. Patron dəniz duzunun günə baxana saf toxunuşudur. Patron kimyəvi maddələrdən uzaq, ləzzətin keyfiyyətə sadiqliyi nümunəsidir. Unudulmaz anların ən ləzzətli dostu. Patron, ən səmimi anlar üçün. Tam Store'da meyve ve terevez maya değerine. Tam Store'a gel, gündelik yenilenen tam teze ve bol çeşitli meyve ve terevezi uygun qiymətə al. Fürsəti kaçırmayın. Tam Store, meyve ve terevez bizim işimiz. Patronun, Bizon'un ve Tam Store'un baş sponsorluğuyla İki Qapı Arasında serialı başladı. Neyinisə? Əziz izləyicilərim, necə görünürəm? Bugün həyat yoldaşımın sulu quru yeməyini vermişəm. İndi də meyvəsini gözləyir, hə Sadiq? Bəli, çox sağ olsun. Həyat yoldaşım sulu quru yeməyimi veribdi. İndi birazdan otumu, alağımı da verəcək. Duzu gözləyirəm ki, duzu yalayım, çoxlu süd verim. Sən, elə mən evdə inək saxlayıram. Ay, o nə söz deyirsən? Nə hərsən, sən nə işlə məşğulsan? Bütün videonu korladın da. Vəfadar mənə dedi ki, evdə boş bəkər oturduğu götür özü üçün vlog çək paylaş da. Məşhurlaş qoy hamı səni tanısın. Sən də imkan vermədi ki, videomu çəkim. Ay, bala sən belə vlog çəkib paylaşanda oradan görəcək dünya qarşıacaq axı. O kimdir Sadiq? Bu. Bu kimdir, o kimdir? Ha, o bu, cəmaat da o bu görəcək. Deyəcəklər ki, ha, Sadiq, zaftalı kişidir. Burada oturub burada vlog çəkir yoldaşdan falan elir. Mən kəndə çıxardım. Lərziyə gəlir kənd. Hava deyir ki, Sadiq gəldi, bıqmır, yavaş qorxu. Ha, yavaş ol. Mən kəndə çıxanda, hey, kənd lərziyə yaran deyir, Sadiq bıqmırma, Sadiq gəldi. Deyəcək də, yəni, olmaz axı, yığışdır, qutardı. Bıqmırma, Sadiq. Bəs mən boş bəkər oturum evdə, mən də iş görmək istəyirəm də nəsə. Narahat olma, sən işin elə evi eşiyi. Səlqiyə sal, mənə qulluq elə, o ki qaldı vəfadar, mən vəfadarla danışaram. Onun burnuna tökərəm. Bəli, əzizləyicilər, gördüyünüz bu əllər illərlə əziyyət çəkən bir ananın əlləridir. Bəli, o əllərin qırışına baxın. O qırışda illərin ağrı acısı, ərindən yaramayan bir amansız taleyin qurbanı olan adam var. Bax, turpa bax, turp nağlı yadıma düşdü. Neyinirsiniz? Ayata bir gözlə də. Bəli, əziyyət... Dayan görmə, saxla videonu. Video demiş ki, video çəkirdi də uşaq. Ay atası, oğlum blogerliyə başlayıb. Mən də ona qoşulmuşam, kimi eləyirəm ha? Ha, başımız xarabdır. Deməzlər ki, Fazil işi diplom ala bilib, yoldaşının qabağını ala bilmir. Elə deyil oğul. Elə deyil. Sən vaxtında mənim anamın istedadının qabağını alıbsan, amma mən bir övlad olaraq buna göz yuma bilmərəm. Bəli, istedadımın qarşısını aldı, bəlkə indi xalq artistiydi. Ay, ən azından hansısa verilişdə aparıcıydı. Boş vaxtlarında da rəqqasəlik elirdi, əlavə və pul gəlirdi. İşte canımda da var, Nə deyir ay vəfa bu? Nədir? Bəlkə düz demir, bəlkə düz eləmir. Yaxşı, ay iki diplomlu kişi, get, qazan, gətir, bizi yedizdir, biz də lalsız oturaq. Qazan. Qazanaram. Qazan. Qazanın boş qalsın. Qazan. Bəli dostlar, sayın seyircilər, görürsünüz çayımızı süzmüşük, samavarımız da hazır. O dağlardan süzülüb gələn, göz yaşı suyu qədər tərtəmiz olan, çəmənlikdən yığdığımız otlardan bu çayı həyat yoldaşım içsin bir dadına baxsın, bir qurtumal görün həncərdir. Deyirəm, əziz tamaşaçılar, əziz izləyicilər, bu adamın üzündə su yoxdur. Bir dəqiqə çay, xahiş edirəm, bir dəqiqə çay, bir dəqiqə sanva çay gətirsən, sanva. Hanı. Bunun içində su var. Hanı, samavar çaydır. Yalandan qıraqdan çay gətirsən, termosdan çay süzüb gətirsən, cəmaatı niyə Allahsa? Blogerlikdə təzə çıxdı, vəfadar elədi, eləmi? Bunu o beyninə saldı. Lap elədi vəfadar, pis işimi görüb, nə arayıram, pulumu qazanıram da. Ha, nə pul qazanırsan, nə ehtiyac var, ay bala. Şu bir beyninizdə ikiniz də dirəşmisiniz, bloger, belə şey olar.
Deyəmi nətər şey olar? Hə. Bayaq cümlə işlətdin, ha, orada ikiniz cavab ver, görüm o ikiniz kim idi? Bir dəqiqə əlin çək. Çəkir. Elə bil dağlardan sızılan çay Deyirəm da şeydir. nə? Hə, da və onu deyirsən. Nə bax, biri sən, sevgi, mən. həyat yoldaşım. Biri də blogerlik eləyən, mənə yadlıq, uzaqlıq göstərən sevgi. Bəli, ikiniz də belə şey olar. Olmazsa ay başına dönüm. Şişirtmə, bu məsələ istəmirəm. Burada da bağla. Sən şişirdən balaca şey niyə böyüdürsən ki bu qədər? Ay bala, mən hörmətli adamam, kətdə, kəsəkdə hamma belə hörmət eləyir. Deməzlər mənə, Sadiq milyon qazanır, arvad blogerlik eləyir. Bu gün belə deyər, sabah deyəcəksən ki, Sadiq gəl, ər-arvad bir yerdə blogerlik eləyir. Barabar akımlar eləyək. Akım, çəkək nəmlini şey eləyək, paltar yuyaq nəmlini. Mənim zaftam var ha, yığışdır ha, başa düşdük. Çatdı fikrim, çatdı. Bəli, idarə etməliyim. Nə çatdı? Ay, mən sənə qışqırmıram, üzr istəyirəm. Burada bir məli tıxaca düşmüşəm, orada şey, siftafon işə. Gələm, yoldayam. Kim neyini? Yeqiş neyini? Gələm. Yığışdır. Əziz izləyicilər, çay biraz yoldaşımın xoşuna gəlmədi, biraz soyuq idi ona görə. Yeqiş buraya, buraya. Buraya heç eləmirəm, buraya tərs şapalaq açılır bir də. Buraya gəlirəm. Anne, bilirsən. Hə, zəhər ol, bilirəm ki, olub. Hidayət müəllim səni görür, mən sanırım. Hə, qoy girim o məni sözlə başlasın, çıxıb səni təpişirlərlə başlasın. Gizlənmə buralarda ol, tapa bilim səni. Hala gizlənməyim, mən. Hala gizlənməyim, bu görsün məni. Ay, yox ya, burada gizlənsəm tapmayacaq. Mənə dedi buralarda ol. Hala gizlənəm ki, mənə tapsın, hə bu. Bəlkə makaron yerində gizlənəm. Yox, bura balaca. Bura da ağlına gəlməz ya. Harda durum, hə mən, harda durum. Müəllim mənə tapsın. Dodaqla vuracam, öpürəm. Öpürəm. Halal olsun. Hidayət müəllim səni görür, mənə təşəkkür elədi. Deyir, halal olsun, yeqişləsə çəkiliş eləmsən, müştərilər razı qalıb. Nə eləmsən sən? Ay mən çəkilişə başlamışam. Vəfadar mənə qəşəng ideya verdi. Dedi çəkiliş elə, bloger ol, get qabağa. Vəfadarın başını, amma vəfadarın başını bıraq da, sən Hidayət müəllimə deyən ki, Sadiq müəllim verdi ideyanı. Başa düşsən, qoy, mən qabağa gedim da, başına dönüm, sən vəfadar defin eləyirsən ki, vəfadarı. Mən çəkiliş eləyim, sən necə bilirsən? Mən də çək da, mən də çıx, Hidayət müəllim görsün ki, mən də Kadra düşmək. Onu mən buraları çəkək. Çək. Belə dur mənim. Yox, belə dur. Ay mən deyə belə dur. Belə çəksən, yox, elə bizdən mən çəksin. Yıxılmışdım, yıxılaram da. Oturmuşsan elə bir kepa, işdə, gücdə, indi gəlib belə dincəlirsən. İş tapdın, pul qazandın, ver görüm nə gətirdin. Heç. Bağışla da Vəfa. O cehizlikdə gətirdiyin pul kəsən maşını xarab olub, usta tapıb düzəltdirə bilmirəm. Hətta olamısan məni, yarım saata məni işardan tap. Burada işlə, evdə işlə. Evdə o qədər iş güc var ki, evin işi çölün işindən ağırdır. Evdə işlə. Nə iş var ki? Nə iş? De? Bax, sənin o çardağın var ha. İt də bağlasan orada qalmasın. Ne? O qədər lazımsız əşya var ki. Orada lazımsız şey yoxdur. Sən elə gəlir, dayan. Dayan. Deyirəm, yoxdur da. Bu nədir? Hə? Bax, bu nədir? Bu nədir? Bunu uşağa versən heç oynamaz. Nərəyə saxlamısan bunu? Bu elə belə şey deyil. Nədir, qızıldır? Bu ölçü vahididir. Ölçü vahididir. Bir yeri ölçəndə o deyirəm ki, bir qarış, bir qarış. Bu onun üçündür. Bir qarışlıq boyunu yerə soğacam sənin, değil mi məhələ? Bu nə dəmirdir? Nədir bu? Hə? Nədir? Nə? Dəmirdir bu. Bu nədir? Bu əyri dəmir qoymuşam, bu düzəldəcəm mişar, o əyri budaqları kəsmək. Mişar yeyəcəyik. Mişar, hələ dayan. 1-dir, 2-dir, 3-dür, 5-dir. Nədir bu?
Bax bu nədir? Bu kartonu nəyə saxlamısın? Sən mənim canım. Bilmirsən Bəlkə də. bilmirik özünü yelləyəcəksən. Yox, özümü yerləmirəm. Bax, çay dəmləmirsən axı. Bax, bunu belə qırıram, cırıram, samovarı dəmləyirəm. Puh, yaxşı. Amma Fazil müəllim, bircə deməyin ki, buna da bəhanəniz var. Bax, bu nədir saxlamısan, hə? Nə ucu var, nə bucağı var, nə qucağı var, nə bir işləh vəziyyəti var. Nədir bu belə? Bu elə-belə şey deyil. Necə yəni? Bu xatirədir. Nə xatirə? Sən mənim bəylik kostyumun yanında bu şpilkadan asırdın. Sən o gözəl günlərin xətrinə buna dəymə. Fazil, mənə üçün nağıl danışma ha, Fazil. Arabanı gətirirsən, nə zirin zibilin var, aparırsan hamısını hara, kəndin bax, düz o başına. Yeri. Qızılgül, Ayğur bayaqdan ürəyimdən iki şey keçir. sən belə elə gözünü yum, sənə sürprizim var. Aç. Sağ qurban olma Ayğur, nə bildin ki ürəyimdən bizon keçir? İkinci istəyim də var Ayğur. De. Bir saat görmüşəm qara rəngdə. Təsəvvür edirsən, bir qolumda qara saat, bir əlimdə də qara bizon. Nə qəşəng yaraşar. Ha, sən belə elə. Ala bu birisi bizonu da saxla əlində. Qəşəng it, sərinlə, keyfində ol. Biz də fikirləşək görək qara saat məsələsini neyniyək? Şuradan qardaşın alar da onu. Bu qardaşıma da qurban olum sənə də Ayğur. Uğur kişi, qəşəng bazarlıq eləmişsən. Qonaqlıq var deyəsən. Ay, nə qonaqlıq, gəlmişdim çörək almağa. Orada qiymətlərdə bunlarda nəsə səhvlik var. Çox ucuzdur. Tez bazarlığımı eləyim, aradan çıxım. Uğur kişi, hara gedirsən? Gözlə bir söz soruşum. Necəsən, nə edirsən? Yaxşılıqdır. Maşallah, baxıram, Tamfes festivallar həftəsindən yararlanırsan. May ayının 14-dən 17-sinə dək bütün Tamstore mağazalarında çiyələk, dondurma, ət, hamısı endirimdədir. Qəşəng bazarlıq eləmişsən. Nə qonaqlıqdır yenə? Qonaqlıq yoxdur, amma endirim olan yerdə qonaqlığa səbəb tapmaq olar. Gedim alış-verişimi eləyim, arxayın. Ay Vəfa, inanırsan bacım, mən hər yerdə deyirəm ki, Vəfanın pişirdiyi yeməklərin dadına doymaq olmur. Mıs deyincə bir sözünün qüvvətini eşidək. Ay qız, bizim kişi uğru deyirəm. Gəlib evə ki, tələm-tələsik gedirəm, mənə tez bazar nəsə pişir. Mənim də bilirsən də evdə hər şeyim var. Bircə yağım yox idi, dedim, əl borcu verərdim mənə. Sənə iki dənə məsləhətim olacaq. Bax, patronun günə baxan yağıdır. Qatqısızdır, yəni heç bir kimyəvi qatqısı yoxdur. Canım sənə desin organikdir, bir də soyuq sıxılma ilə əldə olunub. Bu ilə yeməklər dadlı olur. Götür, apar, bişir. İkincisi yəqin demişsən ki, daha hazır xoraya pişirirsən də, daha mən əziyyət çəkməyim. Aparıb qoyum kişinin qabağına. Xeyr, ikincisi odur ki, arada bir dinən ki, uğra bazarlıq eləsin. Patronun günə baxan yağları bütün marketlərdə var. Sağ ol, paylaşı olsun. Ay Sadiq. Hadi. Deyirəm sənin oğlun ingilis dilində yaxşı danışır. Onu harda oxutdurursan? Star Kollecdə. O nədir elə? Beynəlxalq imtahanlara və dünyanın aparıcı universitetlərinə hazırlıq üzrə ixtisaslaşmış tədris mərkəzidir. IELTS, SAT, TOEFL, Duolingo və başqa beynəlxalq imtahanlara peşkar müəllimlər tərəfindən hazırlaşırsan. Əladır ki, hər yaş üçün var. Əlbəttə, bax deyirəm, bax 2 diplomum var da. Apar Vəfadar da qoy oxusun, öyrənsin, onun da diplom olsun da. Açığı oğlum üçün yox, özüm üçün istəyirəm. İstəyirəm 3-cü diplomumda beynəlxalq olsun. Düz elirsən. Star College gələcəyini dünyanın ən yaxşı universitetlərində qurmaq üçün əla seçimdir. Patronun, Pizonun və Tamstore'un baş sponsorluğu ilə İki Qapı Arasında serialı reklamlardan sonra davam eder.
Bağla. Ay, bağlayanda əməlli adamsan, ay mənim. Gözlə. Yegiş kadrı düz tut. Belə. Ay mənim, düz deyir. Baxım. Əməlli qəşəng düşür. O nə qəşəngdir ha. O nə bildi ha. Üzün bağlı lap qəşəng sən. O. Nədən düşürəm? Sən ağır olar belə. Niyə balıca düşürəm ki? Nə olub amma? Ay, dayan, yegiş, ver bura. Bax, Uğur, sən də mənə həmişə yuxarıda aşağı çəkəndə boyun balaca düşür. Şəkildə otur. Yaman hündür Bax, boy sən bu varsan. telefonu da beləcə fıra. Aha, bax belə. Güldan ha. Ay mənim, ay nə əla kadro. Ay mənim bula. Ay mənəm nə gözəl düşdüm ha. Ay mənim. Qızılcıq xan, boş vaxtınız varsa gəlin bizdə elə rejissor kimi işləyin də. Həm də siz model kimi çəkək də, nə deyirsiniz? Yüzə qalmışdı. Bana qalsa bunu Türkiyədən çağırdılar, icazə vermədim heç. Hara çağırdılar ki? Əşrəf və Qızılgül serialı. Ha, elə belə Əşrəf tək serialdır. Başa Hə, mən icazə vermədim buna. Ona görə Əşrəf tək çəkildi. Elə. Möhtəşəm 250. O möhtəşəm 100 ildir. Hayır, 250 il olmalı idi də. 150-sini xıt elədik Qızılgülə görə. Qızılgülün su. Fatma Gül'ün suçu ne kadar kalın başı Hayır, yer. mən Qızılgülü buraxmadım. Fatma Gül yazıq özü tək susunu çəkəs oldu. Nə deyirsən ha? Ha, o şeydi, o Michael Jackson Moonway var ya dala gitme. Ha, o da Kızılgül öğretmiş. Bilirim bana. Şey deyir, Michael Jackson eləmirdi mi? Belə. Sonra belə eləyirdi. Əmrə, arabanı o tərəfdən sürdən, ay, bel adamlar dadamı zibilə çalır. Ay baba, gəl bura. Nə olub? Səndən şad xəbərim var. Nə şad xəbər? Çəkdiyim vloglar partladım. Hə, gözüm aydın. İndi bir dənə bloger xanım var, mənə yazdı ki, səndən videolar çəkək. Sən deyirəm, yediyin nə, içdiyin nə abırsız uşaqlar. Yenə nə Şiratın görüşə. Ha, fifritəni evə götürüb. Ha, məni yandırır. Maşında da eşitdik. Yandırır. Maşınla otuzdurub hələ. Buyurun. Nə baxı? Xoş gəlmisiniz, həmişə siz gələsiniz. Bu ki Ulyanur'dur. Yaşa. Sevirəm mən bu qızı. Necəsən qızım? Bayaqdan tərifləyirəm onu sənə. Xoş gəlmisən. Bu videoları qəşəng eləmi vəfadar. Xoş gəldin. Çox sağ olun, çox sağ olun. Bəs o gedən bəy kim idi? Buradan keçər. Mənim ərim. Əriniz? Ərimiz. Vəfadar bəy, bəs deyirdiniz atam 2 diplomlu biznesmendir. Atam, bəli, o yox, atam, o... Deyir. Bax sən necə ki, bax videolar çəkirsən, bizi güldürürsən. Mən də səninlə elə bir ki mini video çəkdik güldürmək üçün. Nə əri? Kiminsə atasıdır o. Kiminsə. O bizim bu kəndin şeyidir. Ona nə deyirlər? O nə yığan? O metal yığanıdır. Hə, burada elə zirzibir var idi. Göndərdim. Hə, yazıq gəlir də neynəsə uşaqlarına çörək pulu qazanır. Burada deyim dayanmayın. Çörək demişkən yaxşı yarpaq dolması zaten pişirmişəm. Gəl gedin çörək ye. Geç qızım. Mamam komediyadır, mamam. İlan işlərdən biri. Mən utanıram danışmaq. Bax Uğur, bax həmişə sən belə olursan, cavanlıqda yolumu kəsdin. Toba sən mənə imkan yaratsaydın, bu dəqiqə mən handa bir müğənni idim. Partladırdım dünyanın səhnələrini. Nə müğənni ha? Sən səsin var. Bax, niyə yoxdur ayğuru, niyə yoxdur? Oxu. Can you keep a secret? Can you keep a secret? I'm in love with you. Can you make a promise? Can you make a promise? Stay forever true. Oh, but I'm forever yours. I love you. I love you nə də qıçanın ortasında bəs saat. Yaxşı, bu ki olsun da. Səndən qəşəngi, yoxdur, səndən qəşəngi, yoxdur, səndən qəşəngi, ayğır, yoxdur. Yaxşı, biləm onu. Bax, gördün mü Uğur? Vaxtında qoysaydın, mən indi müğənni olmuşdum. Nə bilim, Türkiyə seriallarını patladırdım. Bu dəqiqə Kıvancdan böyür-böyürə durmuşdum, səndən böyür-böyürə yox. Nə Türkiyə seriallar? Türkiyə seriallar harada beynə girir? O deyil, özün demədin mi? Bax, Sadiqəkin məni möhtəşim yüzülə sən demə çağırıblar. O Əşrəf təkə çağırıblar, sən qoymuşsan. Ay, iki adamsan, hər şeydə inansan. Onu söz gəlişi dedim də. Sənin ailəmizə sən nə faydan dəyər bu yaşda, bu başda? Bir 100 dənə cücəni alıram, buraxıram yenə. Onu böyüdüsəm,
Həm belə yeyir, həm satıb yeyir. Bax, mən razı Uğur. Belə 10 barmaqlı da razı. Amma ki, de görüm, bu toyuğu harda saxlayacaq? Hində. Hin, hansı hində? Ay Uğur, əlinə keçən dəmir dümürü lazım şeyləri doldursa hinə. Bu yazı toyuqlar gəlib hində nə qayıracan? Dülgərli yerəcək. Hadi yaxşı, həll eləyərik. Ay Uğur. Beni təmizləyərik. Bir dənə də mahnı bilirəm. Yox. Salam əziz izləyicilər, sizin üçün çox möhtəşəm bir kənd videosu, kənd vlogu hazırlayırıq. Səsindən başa düşdünüz hər şeyi. İndi Vəfa xanımın toyuqlarını birgə yemləyəcəyik. Gəlin baxaq. Keç baban qurban. Çəkirəm, çəkirəm. Deyir, qapın bağlı qaçır toyuqlar. Bax, bura bizim yenimizdir qızım. İndi bax, bax sənə dən verirəm, o dənlə. Üzü belə tut, toyuqları dənlə. Dənlə, elə. Bu video partladacaq Hülya, bu video. Mən görüm nə partladacaq, ay qızım. Elə bir ki, qaynanavın qabağına belə yemək atırsan. Az elə deyil, bu bolluşana. Belə əlin ucun içində at ki, qəşə-qəşə yesinlərdən, ha? Süper, süper. Ay, sağ ol. Milyon baxışı var Hülya, milyon. Elə, indi bax, gör, bax, indi gör nə deyirəm sənə. Deməli, qızım, bax, götürürsən o toyuğu belə qaldırırsan, yumurtlayıb o yumurtaları ehmallıca götürürsən. Toyuqdan qorxuram, mən onu yemirəm. Ay, bu nədir toyuqda? Ay, toyuğu belə qollu qanatlı var, yeyəndə olur. Ay, yox, bu bilmir, ay. Mama, səndə yaxşı ideyalar var da, ver çəksin. İdeyalarım çoxdur, bax. Bu, qızım, bax, belə deyək də, gedir sizi öyle fışfışlı pışfışlı yerlərdə çəkməyə nə var ki? Əsas kənd həyatıdır. Kənd həyatını çəkmək lazımdır. Gəl ardımca, gör nələr sənə göstərəcəm. Getdi. Dayandır. Abrum ayağım dayandım. Ne varsınız? Size demedim mi çəkiliş eləməyin? Nə tər çəkiliş eləməyək, nə qarırıq ki, bu düşümüzü görürük də nə bu? Ay, bala ehtiyac yoxdur da. Düz deyir də, sənə çəkmirik ki, Sadiq. Bu ikimizin öz proyektidir də, mane olmaz. Nə proyekti? Düz deyir, təzə proyektimiz var. Özdə bilirsən, sən bax, ana-bala proyekti var, bacı-qardaş var, sonra nələr var, 2 padruq azad var. Amma bizim proyektimiz elədir ki, hələ qonşu kirayeşin belə proyekt yoxdur, biz partladacaq. Bu proyektdə bilinir kim ev yasıdır, kim kira. Bilinir nədir? Hər öz yerini yaxşı bilir, sən narahat olma. Yığışdırın bunu, xahiş edirəm. Sarım istəmirəm. Vəfadara nə deyəcək? Vəfadar nasıl danışıram? Vəfadar! Onu biraz yavaş sür da, taqqılsı beynimə işləyir. Özünə sərf eləyəndə deyirsən qulağım eşitmir. İndi nə oldu? Yenə nə qədər zibil var yığırsan arabana. Bax! Məndəki zirzibildi sən qızıl aparsan. Bunu et metallon da götürmə. Niyə götürmür, Qroslan? Salam aleyküm. Aleyküm salam. Qoca qatarlar, hara belə? Heç nə aparıq bu zirzibili atmağa. Zirzibili satmağa? Neçə satıyorsunuz bunu, ha? Hayır, satmağa yox. Satmağa yox, satmağa. Elə qiymətə verdik ki, inansan maya dərin adamı dil də gəlmir desin ki, atmağa, satmağa gedir. Gəl, belə eləyək də, biz yaxşı qonşular olmuşuq, ümumiyyətlə bunu bilirsiniz, bütün el aləm, kənd mahal da bilir. Bunun maya dəyərindən yuxarı qiymətinlə alaq gedək. Maya dəyərindən yuxarı, məncə şahlar deyil, cəbun elə araba qarışıq verək, nə deyirsən Fazil? Yaxşı malın müştərisi ayağına gəlir demişdilər. İnanmırdı. Gəlmişik də, yaxşı malların ayağına gəlmişik. Deyin görək qardaşlar, deyin qiymət deyin. Deməli, Groslanın o vaxt 180 dollar almışam. O vaxt getdi ya yox. O vaxt getdi, indi kurs da dəyişib. Də manatla görün, hesablayın görün 180 dollar nə edir? Deməli, nə var ya orada? Mamasının kişnişi, mamasının turpudur, mamasının vəzərisi. Beytəşəsən, bütün gün telefonu əldə. Ay, bacı, nə yollamsan geçsin işləsinlər, bu uşaq nə belədir? İstəyir, mamasını videoya çəkib pul qazanır. Bundan yaxşı iş, burnumuzdan gətirdi. Ay bala, ananı çəksən özün bilərsən.
bu nə də gedib sevgi ilə duyğu edəm ki, bloqeriyə neyini. Nə ehtiyac var ha? Nə lazım? Pisliyimi elədim, dayı dedim 5-10 manat əlavə pul qazansınlar. Sənin özün mənim əlimə baxan adamsan. Bu işdə pul var. Özdə qadın nədir? Blogerlik nədir? Ay bala. Elə demə də dayı, o qədər qızlar var ki, bloger eləyir. Ay kim eləyir? Var da. Kim? Oy. Ulyanurdadır. Əlimi vicdanıma harda vicdanımda yox. Vicdanıma qoyaram, ançaram ki, elə bloger hissə yaraşır. Çox sağ ol. Hapadan arabda pərdə var. Sən soruşur, evlinin sıvaydı. Mən soruşmuşam, deyir sıvayam. Mən çox salam. Xoş gördük. Sən də tok vurdu. Tok vurdu. Çox müasir düşüncəli insanım. Blogeriyyə də yaxşı baxan bir insanım. Məncə də innovativlik üzünüzdən görsənir. Hə, məndə revmatizma var. Yağış yağanda ümumiyyətlə belə havalarda sümüyüm ağrır. Nəsə gələndə şaqqıldayırdım. Çox şad oldum. Videolarınıza baxa bilərəm. Əlbəttə ki, buyurun. Mən baxmışam, elə qəşəng çəkir ki. Mən baxdım, mən bildim hər şey var. Buyurun. Baxın. Yox, sizdə bir şey yoxdur. Məndə penjama sintetik deyil. Bütün kişi məni öldürmür. Bızıt. Qəşəng deyiləmi? Deyirsən, hə? Ay, saçdım özümə buz batdım. 20-37 nömrə naxır o deyil, amma belə hə şey. Qayıdaq, bir dənə qaleriya təzdən qayıtda. Qırıldıq, batdıq. Necə gözəl videolardır. Mən deyim, həyatda da gözəlsiz. Bu kimdir kadr körlüyüb? Mən də varım orada. Bacımdır, hə, kadr biraz körlüyübdür. Elə hamısı xanımlardır ki, və kişi yoxdur videonuzda. Əslində, oy. Qırıldım. Mən çox istərdim ki, bəylərlə də olsun, amma bəylər var ki, özlərinə yaraşdırmırlar, şəxsiyyətinə, Özlərini dartırlar. Yox, qüruruna sıxışdırmırlar bəzi şeyləri. Özlərini dartırlar. Orada nə var ki, mən elə şeyə normal baxırım. Yəni, kişinin düzgün informasiya versən, o kişi nə çəkilməli, elə kişi çəkilməlidir. Amma məncə yekxan olmaq lazım deyil. Nə deyirsən? Gəlin əyləşin. Kişini şiirsiniz. Ay, bax, biraz o tarafa xahiş edirəm, əyləşin. Ay, çox sağ olun. Çox sağ ol. Xeyirli olsun. Çox sağ ol, Əmir, təşəkkür. Ucuz oldu, amma evi yoxdur. Gedək. Poladın başı çatmır ha. Ha, o zirzibilə 22 manat pul verdi. 2 diplomla da öyle, 24'e satdım. Dostlar, 400 azeynə. 400 azeynə ilk satışa çıxan məhsulumuz. Baxın, xrom, təmiz xrom. Alanlar peşman olmaz. Deməli, əzizlərim, Əli Pirvəli və Vəli səhifəsində xoş gördük sizləri. Hal-hazırda burada əlim yanmadı, satılan mallarımız var. Çox möhtəşəm, çox gözəl məhsullarımız var. Baxın, isidici məhsulumuzdur, peçimizdir. Bunu əsasən də səhifəmizdə bilirəm var. O toyuq cücə ferma işləri ilə məşğul olan yoldaşlarımız var. Onlara məsləhət və tövsiyə görürük ki, alsınlar. Misal üçün, 500 cüzəviz varsa, bunu qoyandan sonra orada isiləcək 3000, 4000, 5000 artacaq da sizin bütün o heyvanlarınız. Qiymətini soruşurlar, necə satırsan? Qiyməti 600 manat. 600 manat verən olsa gəlib götürsün. Bax, 600 manat demişdilər mənə, verməmişdim. Qaldırdılar aksiyonda. 3000 verirlər ona, 3000 verirlər. 3000 satıldı, götür bax. Satıldı, qoy qırağa. Əlavə nömrəmiz var orada, səhifədə nömrəmiz var. Orayla əlaqə saxlayın, gəlin götürün yoldaşlar. Bu nədirsə, hörmətli izləyicilər, bu da çox dəyərli əşyadır. Sən çək qırağa, canlıda adam azaldı. Qoy qırağa sən. Əziz izləyicilərimiz üzr istəyirəm. Spama düşmədi gör, spama düşmədi. Buna görə üzr istəyirəm əziz izləyicilərimiz. Baxın. Gözəl, radio, maqnitofon və fanar. Üçü bir arada. Möhtəşəmdir. Aldız, qoyduz dağ yollarına, kəndə filana ehtiyac olan məhsuldur dostlar. 1000 manata, verirsən 1000 manata. Götürdüm. Bazar olsun, bazar olsun. Qoy qırağa, xeyirli olsun. Araba o deyirlər, Mahsum Qırmızı Gül'ün klipində var ya, onun arabası var. Baxın, açarsız daxil olma. Götürdünüz. Təkərinə bax, təkərini göstər. Şeyli, istəmirsinizsə sürmək, okey, biznes məqsədindən alıb hissələrə bölüb sata bilərsiniz bunu. Pulunuzu artırmaq. Cütünə 4000. 4000 eləməsinlər də, 4500-dən gəlib götürsünlər. 4400 verirsən, hə? Verdim, halal xoşunuz olsun, gəlin götürün. Baxın, arabalar. Antena. Bu antena efiri 10 dəqiqə tez başlayır, dostlar. Əziz izləyicilər, bugün sizə nənələrdən qalmış yun çıxma prosesini göstərəcəyik. Gəlin birlikdə izləyək. Nənə deyib, məni göstərməyiniz biraz şey olmadı, amma eybi yox. Mən müasir düşüncəli insanam və düşünürəm ki, kişilər ev işlərində xanımları kömək eləməlidir. Necə deyirəm, mən nətər danışıram? Danışmaq əntiqə. Yox, heç video kimi demirəm, belə həyatda. Yaxşı.
Yaxşıdır deyəndə budur mu yaxşı? Bu da çəkir. Ay Sadiq, mən sənə belə yol çırpmaq öyrətmişdim. Vətən demişdin. Mən indi Rəfa xanım dəymində. Belə daha yaxşıdır, təbii görsən. Necə var elə? Yaxşıdır. Belə istəyər də, ha bildiyin yol çırptırırsınız. Amma mən xəmir yoğurmayacağım. Ha bundan sonra birdən beyninizdən keçir. Onu da bacar, qəşəng. Yox, qəşəng düşmərə pişməyim var. Durun bir, xəncəl pişirim buna. Yoxsa yorumu çırp, yox, yorumu çırp. Amma sən qurutdu xəncəl pişirəcəm. Sevgi! Dur, Matiz, Sadir, Pamadanla, Rumenanla nəyin var, tez elə? Nə olub, haraya tələsisən? Toya gedəcək. Kimi toyuna? Az qonşunuz, o Sadiqi. Kimi? Az gəl mənə də tanıma, Sadiq yoxdur mu? Vəfanın qardaşı, Vəfadarın dayısı, Fazilin yeznəsi. Nə olub ona? Az deyirəm, evlənir də, nə toydu? Az özümdən söz çıxarırsan, sən Allah bəsdir, məni şey eləyirsən burada. Sən canına bax, gör, mənə yapışan sözdür, bu sözü mənə deyirsən. İndicə gördüm. Sadiq, o məşhur bir vinil qız var, Kim? Vinil qız. Vinil nə da qız? Dansı dövrdə yaşayırsan, neysən? TikTokda zaten videolar çəkmir mi o? Vay, neri deyəsən sən? Dinləyirsən, ha? Sadiq həmin o vinil qızla şaqqa-şaq videolar çəkir. Çox keçməz, elə bugün də sabahdır, evlənərlər. Bu yaz bəkçilərin toyları bugündür. Çatdırmıram. Sən dur. Sən onları elə rahla, mən də gəlmə özümə dolu tapılır. Əziz izləyicilər, biz vloqumuzu çəkməyə davam edirik. Siz isə düyünü təmizləyin və biz söhbətimizə davam edək. Bəli. Sadiq bəy, belə başa düşdüm ki, siz feministsiz. Nətərdə adam tanıyan. Nə adam tanıyan da? Bacı qadınım, yox, əstəğfirullah, qıraqdan elə göstərə bilər. Mənim hələ bu günə kimi, bu yaşa kimi deyilməz sütlü üçü dəmir. Deyilmə də, bacı. Olub, yəni əvvəllər belədən, yəni toyda qolaqlıqdan sonra elə şey deyil amma, yox. Davam edirik, əziz izləyicilərim. Sadiq bəy, belə başa düşdüm ki, onda siz dominantsız. Bu yanının sünnətlər tapdı. Aman görən deyil ya. Ya, bilirsiniz nətərdir? Əvvəllər elə idim, sonra sulu yeməklə zadından elə və ard-arda ki, mən quru yeməklər yedim. Sonra bir dərman var, yağlı açıb. Sonra bir də bacım aparat var, klizma aparat. Yoxsa yəni olubdur, düzəlmişəm indi, yox. Oturan şeylərcə çaşırdım. Deyirəm, nə gözəl qızdır. Nə deyirəm? Nə? Havalar deyirəm, nə gözəl qızdır. Çox gözəl dediniz. Həyecanım az qaldı ki, ürəyim çıxsın yerindən. O nə gözəl dedi ki, 6-cı sinifin zaravatını eləyir, bu belə deyir. Mən bir dəqiq sola, altını üstünə söyləyeyim. Bacı qızıq oynamadım. Sadiq bəy, belə başa düşdüm ki, siz sarkazmı sevirsiniz. Sarkazm? Day, qoy mən Yox, açıqlayayım. demə. Day, hər şeyi gizlədə bilmərik. Başqasından eşitincə, elə bizdən eşitsəsi yaxşıdır. Hülyanur xanım, deməli, bəli, mənim qardaşım sarkazm var. Özdə 2 sarkazmı var. Biri duyğudur, biri sevgi. Bax, deyirəm. Sarkazm, o deyir, sarkazm nəsə başqa şey. Yox, mən bildim, sarkazm deyəndə bunu deyir. Əslində bu qarın deyir, bu köpdür. Köpdür. Demirəm, yağlı dərman atırım, bir də bacım şey var, ondan düzələcəm. Yürüyüş də deyilsəm, düzələcəm. Bəli, əziz izləyicilərimiz, belə intellektual ailə ilə söhbətimiz davam edir. Mən təxtana. Doğubaşı! Ay Doğubaşı! Az haradasan? Az nə oldu, kim ölüb? Az kim ölüb nədir? Sən canım, bacımsan. Mənə o toy paltarlarından var, belə puşuşalı, qaşdı-başdı, belə baxalı paltarlarından ver, toya gedəcəm. Toya? Kim toydu ki bəyəm? Sadiqin. Sadiqin? Sadiqin. Siz nətər qonşusuz? Az bir hindən çıxdana tox kimi giribsən, hindən çıxmırsan. Qıçı qız elə bil. Bir boylan hasarda bir tülkü kimi pus gör orada nə qazanlar qaynayar. Harada nə qazanır? Bax, məndən eşitmirsən, ha? Hadi tez elə ürəyim partladı. Sadiq, həyətə qız salıb. O TikToklarda o videolar çəkib paylaşan qızlar var, Bloger. Hədən onlardan. Az ayaqdan bir hopqa verirlər, həyətə içində gəlir. Sadiq. Az hədən, bax, mən burada deyirəm. Bax, aha. İmzamı da çəkirəm. Görəsən. Əvvəl axırı odla pamuğu bir yerə qoyanda nə olur? Toy.
Bunlar da toyulacaq başın. Demək ki, mən demədim. Bir kişi ki qıza düyü artladırsa, toxcucənin yanına salırsa, yun ditdirirsə, hələ bu az imiş kimin qollarını çırmalıb o qıza kömək eləyirsə, bu işin axırı nədir? Toy! Toy? Ola bilər ki, sizin paltar yanınız olmasın. Amma bunun digər alternativ yolları var. Bilmirəm, sən belə fırlada. Fırlayıram da. Həmişə bacı qardaş biz paltarlarımızı qış elə bil hər yaz pijamamızı bacımla belə yuxu. Bu elektrikli pijamana, elektrik veren, Bəli. sintetik. Çox üzr istəyirəm. Stop verə bilərik motora, bir dayandıra bilərik. Qulağa yad gələn səsi kəsib gəlib, olarmı? Çox üzr istəyirəm. Tez elə də. Nədir, nə qışqırırsan? Səsi qocuğa xoş olur. Sadiq, bu nədir belə üstündə sənin? Nə deyirsən? Bu ipə zorlan nə iş var bax sənin üstündə, hə? Ağzında ipə zor deyirsən. Zor eləyirəm, əlimin içindən gəlir. Zor eləyirsən, hə? Sən buradan bura mənə kömək eləmirsən, gəl orada mış-mış bacının paltarlarını sərirsən, hə? Utanmırsan, hə? Yaxşı eləm, əlimin içindən gəlir. Yaxşı Başqa sualım var? Hə? Başqa sualım odur ki, belə davam eləsən, mən beş-beşimdə yığıb çıxıb rədd olub gedəcəm, biləsən bunu. Görmürəm axı, sən beş-beşini görmürəm axı. Sadiq bəy! Çağırır, gəlirəm. Ay, nə sözün var? Mən getdim, çəkilişim var, bəy. Cəhənnəm ol getsin. Ay Sadiq, gəl də. Üzr istəyirəm. Aha, buyurun. Yox. Ay, imkan vermirlər, bu o qərib eləyib, çox üzr istəyirəm. Olar mən gedim qonşunun da səsini kəsim gəlim. Bəli, əziz izləyicilərimiz, biz davam edirik və Vəfa xanıma sualım olacaq. Vəfa xanım, bəs siz paltarları necə ütüləyirsiniz? Azməyəndən nə belə sual verir ki? Bax, elə bir yudum, sıxdım. Zivəyə atacağım, quruyacaq. Zivədə götürəcəyim quruyandan sonra. Elə bir dənə belə çırpıram, ütülənmiş kimi olur. Bax, belə. Ən son yeniliklərin hamısı bu ailədədir. Nə olub, nə qışqır var? Sən çar verəm məbəyəxdə. Yavaş, çoğunu qaşıq, nədir, nə Bu nə lazım? tutfasondur, Nə ha? olub, nə olub? Özgəsi vaxt deyirsən, mən belə kişiyəm, mən belə bazburtluyam, beləyəm. mən arvad şizot, mənlik deyil. Bu nədir, Ha, nə? beləyəm. Səsiqin tonunu aşağı sal, mən evin kişisiyəm, biraz tonunu aşağı Bəli sal. izləyicilər, hal-hazırda ailə müstəvisində böyük bir çaxnaşmaya şahid olursunuz. Sadiq bəy, olar biz sizi çəkək canlıdasınız? Əlbəttə olar, hər şey olar, bəli. Mən icazə vermirəm, belə şey. Nə icazə vermişsən, imkan versən. Daha izləyicilər soruşur ki, ailə dəyərləri necə olmalıdır? Təpənizdə Bir daha bağla, bir dəqiqə ailəni qorumaq lazımdır. Mən əsas ailədir, ailənin möhkəm. Şir atın, təşəkkür. Yaylıq atdılar. Ay, yay tadı, orta ötürüm. Şir deyirəm, Bana yaylıq. sifətdə var, elə mi deməli? Ha, nə deyil? Bu nə oldu başımıza atırsan? Ha, xoşuna gəlmir, darvaza o tərəfdədir. Elə oldu, elə mi? Bəli, elə oldu. Mən belə dəyişən adamım, bəli. Dümdüz gedəcəm, dalımla baxma. Ay, darıxacam, çox pis olacam. Həqiqi deyirsən? Ha, yox, ümumiyyətlə deyirəm də, belə himabət deyil, barışmaq. Dözəm verəm, mən gedərəm. Ha, gedirsən, get. Sağ olun əzizləyicilər, görüşərik. Olya xanım, bir şey demək istəyirəm. Deyirəm, Sən desən, sən də sonra mən deyim, yaxşı. nə gözəl güldü. Nə? Güldü, çiçəkdir, təbiətdir. Sizin komplimentləriniz o qədər insanı məst eləyir. Ay qadan alım, mən burada özümü dağıdıram, 2 dənə ailə dağıdıram. Bu şıdırğı sözlər deyir, gülürsən ki, mən gicoram, vəfadır səni çıxırıyorsan, bana gəl. Hə, boş-boş şeylərdir. Düzdür, birinci baxanda mən də inandım. Sonra gördüm, kimdir o zirzibilə pul verən. Elə nağdı biz 5-10 manatımızı aldıq, qoyduq cibimizə. Bu gün evi əl dolu gedərik. Oy, saxla görmə, saxla. Bu nə də musiqində yüksək sədalar altında qoyursunuz, kəndin ortasında. Hara belə? Cərə belə, cürə belə, sizə nə var, ara belə? Uğur kişi, həkimə geri, həkim axtarır. Tanış həkimin yoxdur. Hə, qoca adamlarsınız, sizdə olmamış olmaz. Həkimə nə, hə? Nəyə deyəndə ki, bu Pirvəli başını çıxardıb qalıb orada. İndi həkimə gedirik ki, bunu görək harasını kəsə bilirik ki, dartaq çıxardaq ola. Knofkalı maşımızı zay elədi. Hə, ona görə həkimə getmək lazımdır, elə ustaya getmək lazımdır ki, lükü söksün.
Ay, lükü sökmək lazımdır. Heyfdir, məni sökün. Ha, bravo, soğuşmaq abi olmasın, bir dəfs salmaq kimi olmasın. Bu maşını hardan alırsınız? Uğur kişi o, sən arabada zirzibilin var idi. Onu TikTokda yaxşı qiymətə satdıq. İlkin ödəniş verdik, maşını aldıq. Sabahda bütün pulumuzu verirlər. Ha, zirzibilə bu qədər pul verdilər. Ay, o sənin üçün zibildi, bunun üçün zibildi. O arabada, bilirsən nə dəyərli əşyalarım var idi ha mənim? Var idi. Qaytarın ha onu. Üzrəylə yadıma düşdü. Mənim də dədəmə aid 1-2 aynığım var idi. Qaytarın onu. Dədənin xatirəsi getdi, satdıq. Aynen, xatirəsi getdi. Anam nə eləyirsən ki, fətəqə da? Ulyanur qızım, nətər oldu? Nətər surat yaratdı qardaşım sizdə? Yəni mən çox bəyəndim. Roldan rola, dondan dona girməyə çox əla bacarır. Həm də ki, siması da tam komediyalıqdır. Anam serial çəkirəm. Onu demirəm, qızım. Yəni xoşuna gəldimi qardaşım? Ümumiyyətlə belə bəyəndinmi? Əlbəttə ki, özü istəsə videolar çəkib məşhurlaşa bilər, özü də tez bir zamanda. Ürəyim dağıldı ya, çox uzatsan başına dön. Yox, mən çəkilişlə bağlı demirəm, mən yəni açıq deyim də belə. Gözünüzün qabanda iki həyat yoldaşımın ikisini də yola saldım. İkisi də boşdur. Biri sən də, biri mən də. Hə, başa düşdüm. Çox sağ olun, mənim öz evim var. Ha, kimdir buna ev verən? Ay qurban olum, ev vermirəm. Deyirəm ki, evlənək, ev ikimizin olsun. Mən indi başa düşdüm. Ha, sən niyə başa düşdün ki, imkan ver, nə deyirsiniz? Yox, bu mümkün deyil. Niyə? Ona görə ki, bir videoya görə belə özünü arvad gününə qoyan, bir blogerə görə 2 arvadını evdən göndərən, üzünün suyu olmayan birinə mən heç vaxt hə demərəm. Bəli, bəli. Sizdə, bağışlayın, səndə nə dominantlıq var, nə tolerantlıq var, nə sarkazm var, nə empatiya var. Ümumiyyətlə, səndə heç nə yoxdur. Vəfadar, dur mən yola sal. Məncə də gedək, mən dayıma görə çox utandım, çox xəcalət çəkdim, bəli. Hətta bir dənə əlverişli yer tapan kimi girəcəm yerə. Dur. Məncə də. Vəfadar, adam dayıya elə, ay Ulyanur. Ay, bacım bu nədir ki, sözünü mənə dedi. 2 dənə aləm dağıldı, mən belə buna görə şey eləyirdim mən. Fasil! Ha. Bu nədir yenə yıxdın gətirdin? Mən sənə dedim bunu tulla da, nəyə gəldi? Nəyi? Bu zirzibili. Ha, bu zirzibil də öyle, bu ləl cəvahiratdır. Get, onları tullamamış, gəlmirsən bura. Yeri! Dua eləyim ki, o başdan xarablar qabağıma çıxmasın. Mənim dərdimə... Məni yoldan çıxardacaqlar. Ay bacım, bu nəydi? Buna şov qurdunuz. İtin sözünü dedi, getdi. Mənim 2 dənə aləm dağıldı. Bir dənə çalmaq, o da sərik də. Başın qırfan, sən heç narahat olma, heç narahat olma. Deməli, gör başı nə deyir? Sən arvadlarının ikisinə də deyirsən ki... Doğrudan necəydi, bəyəndin? Nəyi bəyəndin? Mənim aktyorluğumu, qurduğum oyunu, bu boyda şounu. Ana, şou nə danışırsa başa düşməm, biz açıq danış görün. Ay, əzizim, mən o qızı niyə gətirdim? Nə bilim? Məntiqli işlətdə bloger gətirdim ki, görəsən ki, mənə bloger lazım olsaydı, elə bloger qızla evlənərdim də. Özdə yanımdan əl çəkmirdi ki, ay Sadiq müəllim, belə müəllim də deyirəm, sən çox xarizmatiksən, ay, səndə dominantlıq var, səndə sarkazm var, vurğuladı, hər yerim var. Sarkazm? Bəli. Dedim ki, yox, mümkünat yoxdur, mənim həyatımın bir dənə xanımı var. O da duyğudur. Yəni, duyğu mənim baş tacımdır dedim. Sonra çox şeylər dedim. Mən istəmirəm, bloger. Mən sənin kimi belə gözəl evdar xanımı sevirəm. Ona görə də nətər idi? Elə dedin? Hə, elə dedi. Əslində sən düz deyirsən, heç blogerin mənlik deyil. Sənin sözlərində mənə dərs oldu. Prosta elə bildim ki, mənə atırsan. Ay, yox. Doğrudan elə fikirləşdin? Hə da, mən nə qarım?
Rolunu o qədər gözəl oynadın ki, görən dəyişikdi ki, elə bir həqiqi halalca arvadını qoyub hansısa bloger qızı gedib alasın. Ama elə şey eləyərəm. Sadəcə olaraq rolumu oynuyordum da. Yəni çox istedadlıyam. Uşaqdan ham mənə deyir ki, sən oynadacaqsan. Bir əl çal beli suma denə. Yaxşı qadın al, bax, başa düşdükdən bunları bildim. Amma gördüm ki, sən də video naminə nə tər yaxşı arvad işləri görürsən. Ha, nə olar ki, indi evdə də bir mənə kömək eləsən, bir ütünün ucundan zaddan tutsan. Başda mənə dərs oldu. Özümü kəşf elədim. Mən özə fikir verirəm, bəzi arvad işlərində bacımdan daha qabiliyyətliyəm. Yox, bacım da haqqına girmirəm. O da bəzi kişilik var ki, o məndən qabiliyyətlidir. Yəni belə ortaq elə bacı qardaş yerimi səhv düşür, nəsə bu şey. Yemək nəsə var, acımdan ölürəm. Niyə yox, döydün bura? Hə, qadın. Yaxşı. Vay. Sadiq bəy, bayaq bacınızın yanında özüm elə sərt danışdım. Gəldim evə, təklifinizi bir də fikirləşdim və düşünürəm ki, biz bir-birimizə şans verə bilərik. Nə deyirəm bu? Bax, indi həqqi qaldım iki qapı arasında. Çox sağ olsun, bəli, sulu quru yeməyimi veribdir. Ana dərsini yapmışdı, ben korktum, ben yavaşa, ne olur ben? Can you keep a secret? Bu altın sınıfız arvatlarını elirsen burada ürəm gelir. Yok, sık oynama, ay batı. Altın üstüne çevireceğim. Aha. Ay ne güzel dedi, altın sınıfız arvatını elir diye her sana ürəm. Bu da üstü al altın. Xoda düşəli. Bakışmayın da siz. Gözünüzde bakışmayın. He, uşaqlıqdan var revmatizması. Şakkıllıyırdım gələndə. Görə dedim. Çok üzr istəyirəm. Mən pejamam sintetikadır, onu görə çok Sağ olsun, bacım klizma aparat. İraq süfrədən neysə. Patronun, Pizonun və Tam Store'un baş sponsorluğuyla İki Qapı Arasında serialı başa çatdı.